Azərbaycanda iyun ayında havanın yağıntılı keçməsi ictimaiyyətdə bir mənalı qarşılanmır. Bəziləri bunun normal olduğunu deyir, bəziləri isə əksini iddia eləyir. Qlobal İnfoza danışan ekoloq Ənvər Əliyev deyib ki, ölkəmizdə yağıntılar ən çox yazın axırı, yayın əvvəlində müşahidə olunur. Amma bu dəfə digər illərlə müqayisədə leysan və daşqınlar, fasiləsiz yağıntılar daha intensivdir. Təxminən 50 il öncə də ölkəmizdə hava belə olub. O vaxt daşqınlar baş verirdi. Nəticədə Kür çayını güclə ram edirdilər. Evləri sel aparırdı. Bundan sonra 30-40 il ərzində quraqlıq dövrü başladı. Hazırda isə quraqlıq öz yerini yağıntılı dövrə təhvil verir. İnsanlar bir ay daha səbirli olsun. Çünki iyula qədər yağıntılar davam edəcək. Bunun ən yaxşı tarixi sübutu Xəzər dənizində suyun səviyyəsinin enib qalxmasıdır. Əhalinin artımı da bura öz təsirini göstərir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.